Bir dəfə şeye çəkilirdi, yol əhvalatına. Deməli, Siyavuş asılandı, yaşardı. Bir də Kamil Məhərrəm vardı. O yer idi ki, mürşid, haradasan filan. Mən də gəlirəm, görüşürəm. O yer çəkilir idi. Hamımız çəkilmişik, amma yemək zad yoxdur, acından da belə bir təhər olmuşuq. Kamil qayıtdı ki, bizim evdə yaxşı badımcan, istot filan dolması var, pomidor. Gedim bir tava gətirim ondan. Ay tez elə filan. Getdik nəsə bir içməyi də nəsə düzəldi. Birazdan Kamil gəldi, gətirmişəm bir tava. Pomidor, Üç bacı da olması da. Üç bacı da koydu, isti, özü də qara tavada gətirdi belə. Gətirdi, koydu, maşın vardı, avtobus. 11-ci oturacağına. Biz də bu qıraqda əyləşmişik, gözləyirik ki, Siyavuşu çəkirlər. Siyavuş gəlsin ki, biz başlayaq hesaba. Biraz gözlədi, hava da qaraldı. Deməli, elə qaralıb ki, avtobusun da işıqları yandı. Köhnə avtobusda. Bu şeyin də, Siyavuşun da bir dənə ağımtıl, belə sarımtıl kostyumu var, şalvar pencək. Gəldi, boşun bu çəkildi, qalxdı avtobusa ki, mən gəldim, taraf oturdu birinci oturacağa. Düz tavanı üstündə. Tavan qabağına. Bu neydi, durdu, bütün o tavanın yağı, nə bilim, bazımcan, pomidor, hamısı bu şalvarında. Sen neynədin ona, şorradılar. Bunu kim koyup bura, niye koyup?